Kartofu da əlavə elədik. Kartof da bir 5 dəqiqədə ağzını belə ötürür ki, kartoşka da yəni dadı tam bir-birinə çıxsın. Yəni həmin vaxtda sırazı ona suyu əlavə eləmirəm ki, bir-birinə biraz kartof da ət də öz buğunda 5 dəqiqə belə hazır olsun, bişsin. Və gördüyünüz kimi suyu da əlavə elədim. Mən açığı çox su əlavə eləməyi, yeməyi xoşlamıram. Yəni onda daha ləzzətli olmur. Yeməyin burada da gördüyünüz kimi suyu əlavə elədikdən sonra hardasa bir 40 dəqiqə falan bişir. Su tam da olmasa çəkilir. Yəni indi gördüyünüz kimi qalmır. Mən suyu çox xoşlamıram yeməkdə. Yəni bizdə ona batırma deyirlər də, batırıb yeməli olur. Belə bu qayda ilə bişirmək lazımdır. Bizdə yəni mən belə görmüşəm. O tam su çəkildikdən sonra belə bu su kimi qalmır və sonda göyərtini əlavə edirik. Bir də yeməyə mən ən sonda duzunu və istiotunu əlavə edirəm. Çünki duzu əlavə eləyəndə əvvəldən kartof yaxşı bişmir və yaxşı dadı alınmır. Ona görə ən sonda duzunu, suyu və istiotunu əlavə edib, göyərtisini də əlavə edib söndürürük. Bu qədər piraşki xəmirində sizin videosunu çəkəcəyəm, onu da göstərəcəyəm. Yemək mən bişirməyi çox sevirəm, amma hər bir şeydə öz zövqündə, öz qaydası ilə. Yəni yeməyi gərək elə bişirmək lazımdır ki, o öz resepti ilə olmalıdır. Nə əksiklər, nə də əlavələr. Əlavələr olanda da onun dadı dəyişir, əksiklər olanda da o dad alınmır. Bu qədər.